Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 6-cı siniflər üçün Landau nəşriyyatının yeni model monitorinqlərə hazırlıq dərsliyindəki, test vəsaitindəki yekun monitorinq 4-ün izahlarını paylaşacağam. Bu izahlara qədər, yəni bu sınağa qədər öncəki bütün tapşırıqlar bir-bir paylaşılıb. Yəni yekun monitorinq 3, 2, 1, daha sonra monitorinqlər var, sırayla 8 monitorinq paylaşılıb. Kanala abunə olun ki, bu və bundan sonra da paylaşılacaq bu tip izahlardan faydalana biləsiniz. Gəlin keçək sualların izahına. İlk monitorinqimizin tapşırığı dürüstlüyün sınağı mətnidir. Əvvəla mətni özünüz oxuyarsınız. Mən bir də vaxt getməsin deyə oxumuram. Birinci sual. Mətnə əsasən dürüstlük nə ilə müqayisə olunur? Qılıncla, daşla, bulaqla, şöhrətlə. Təbii ki, bulaqla müqayisə olunur. Mətni oxumusunuzsa, orada bulaqla müqayisə olunduğu birbaşa göstərilir. 2. Mətndə hansı sualın cavabı yoxdur? Yusif uşaqlıqda necə bir səhv etmişdi? Mətnin əvvəlində qeyd olunur onun səhvi. Deyir ki, Yusif uşaqlıq çağında atasının xəzinəsindən bir mis sikkə götürmüşdü və sonra vicdanı ona rahatlıq verməmişdi, hər şeyi etiraf etmişdi. Deməli, bu sualın cavabı var. Yusif neçə il başçı olmuşdu? Bu sualın cavabı yoxdur. Xalq sonradan necə dəyişdi? Xalq sonradan necə dəyişdi? Bir tacir gəlir, tacirin yalan danışması ilə dəyişir. Bu sualın cavabı var. Yusifin məzarında nə yazılmışdı? O da mətndə birəbir qeyd olunur. Deyir ki, məzarı üzərində yalnız bir cümlə yazıldı. O, yalnız bir adamı düz yolda saxlamadı, o bir xalqın vicdanını oyatdı. Deməli, bu sualın da cavabı mətndə var. B bəndinin cavabı yoxdur, ona görə cavab oldu B variantı. Mətnə əsasən doğrudur. Yusifin məclisi insanların vicdanını dinlədiyi yer idi. Bəli, bu doğru fikirdir. Tacir həqiqətən qiymətli daş satırdı. Xeyr, tacir yalan danışmışdı. Bu daş qiymətli deyildi. Bu səhvdir. Yusif həmişə yalan danışırdı. Səhv fikirdir. Deməli, xalq Yusifin ölümündən sonra yenidən yalan danışmağa başladı. Bu da səhv fikirdir. Doğru cavabımız oldu A variantı. 4-cü sual. Mətnin əsas ideyası nədir? Güc və şöhrət dürüstlükdən daha vacibdir. Xeyr, dürüstlük daha vacibdir mətnə görə. Dürüstlük yalnız rəhbərin vəzifəsidir. Səhvdir. Hər kəs dürüst olmalıdır. Dürüstlük insanın daxilində başlayan, sonra cəmiyyətə yayılan bir dəyərdir. Bəli, bu uyğun gəlir. Yalan danışmaq bəzən qaçınılmazdır. Bu da səhvdir. Doğru cavab C-dir. Dürüstlük insanın daxilində başlayan, sonra cəmiyyətə yayılan bir dəyərdir. 5. Xalqın dəyişməsi hansı hadisədən sonra başladı? Tacir gələndən sonra. Tacirin gəlişindən sonra doğrudur. Yusifin məclis qaydaları qoyduğundan sonra səhvdir. Yusifin uşaqlıqda sikkə oğurlamasından sonra səhvdir. Yusifin ölümündən sonra səhvdir. Cavab A variantı. 6. Yusifin məzarının üzərində nə yazılmışdı? O, yalnız bir adamı düz yolda saxlamadı, o bir xalqın vicdanını oyatdı. Bəli, az əvvəl də həmin hissəni göstərdim. Bir daha göstərirəm. O, yalnız bir adamı düz yolda saxlamadı, bir xalqın vicdanını oyatdı. Doğru variantımız olacaq burada A variantı. Davam edirik 7-ci sualdan. Mətnə əsasən hansı hadisə daha sonra baş vermişdi? Yusifin uşaqlıqda mis sikkəni qaytarması bu əvvəllərdə oldu. Xalqın yalan danışmağa başlaması bu tacir gələndən sonra oldu. Yusifin xalq qarşısında nitq söyləməsi C bəndi hər birindən ən sonda baş vermişdi. Yusifin dürüst Yusif adının alması bu uşaqlıqda mis sikkəni qaytarandan sonra oldu bu. Deməli, birinci A olur, sonra D olur, sonra deməli, xalq yalan danışmağa başlayır tacir gələndən sonra və ən sonda Yusifin xalq qarşısında nitqidir. Deməli, ən sonuncu olacaq Yusifin nitqi 7 olacaq. Cavab C variantı. 8. Dürüstlük Yusifdən yadigar qalan mirasdır ifadəsi hansı hadisədən sonra yarandı? Tacirin saxta daşını almaqdan imtina edəndən sonra, xalq yavaş-yavaş yalanı tərk edib həqiqəti seçməyə başlayandan sonra, bəli, bu uyğundur. Atabəyin Yusifə məsləhət verməsindən sonra, Yusifin məzar daşındakı yazıdan sonra. Deməli, tacir gəlir və o yalan danışır, qiymətli daş olduğunu deyir onda və o yalan sanki xalq arasında bir virus kimi yayılır və hər kəs artıq yalan danışmağa başlayır. Bundan sonra Yusif bir nitq eləyir və o nitqdən sonra hər kəs yalanı tərk edir və həqiqəti seçməyə başlayır.
Hansıdır nitq? Deməli, ona görə də dürüstlük Yusifdən qalan mirasdır. Bu fikir sırf həmin Yusifin nitqindən sonra baş verən proses olur. 9. Cümləni tamamlayın. Mənim başçılığım bitəcək, amma siz yeni başçı seçəcəksiniz. Amma dürüstlük yaşayacaq, amma yalanlar bitməyəcək, amma sizin vicdanınız qalacaq. Bu, birəbir mətndə verilən cümlədir Yusifin nitqində. Deyir ki, nitq söylədi. Mənim başçılığım bitəcək, amma sizin vicdanınız qalacaq. Deməli, amma sizin vicdanınız qalacaq. Doğru cavab D variantı. 10-cu sual. Mətnin məzmununa əsasən hansı qənaətə gəlmək olmaz? Dürüstlük hər bir kəs üçün vacibdir, olar. Tacir Yusifin dürüstlüyünü yoxlamaq istəyirdi, olar. Yusif xalqı dürüstlüyə dəvət etdi, olar. Dürüstlük insanı zəif və müdafiəsiz edir. Zəif, müdafiəsiz yanlış fikirdir burada. Ona görə doğru cavab D variantı olacaq. Keçirik növbəti mətnimizə. Məktəblilərin ekran qarşısında keçirdiyi gündəlik vaxt. Yenə mətnimizi oxuyun. Birinci sual. Mətnə görə məktəblilər əsasən hansı səbəblərdən ekran qarşısında çox vaxt keçirirlər? Kənd təsərrüfatı işlərinə görə, turizm və səyahətə görə, onlayn təhsil, sosial media və s. görə, yalnız kitab oxumağa görə, təbii ki, məktəblilərdən söhbət gedirsə, onlayn təhsil, sosial media, ekran qarşısında çox vaxt keçirməyin səbəbidir. 12. Şəkilə və mətnə istinad edərək yanlış fikri müəyyənləşdirin. Avstraliyada məktəblilər gün ərzində 5 saat 28 dəqiqə ekran qarşısında vaxt keçirirlər. Bunun üçün biz birbaşa mətnə baxmalıyıq. Mətndə birəbir yazır. Avstraliyada məktəblilər təxminən 5 saat 28 dəqiqə ekran qarşısında olurlar. Deməli, bu fikir tamamilə doğrudur. İnsanlar gündə orta hesabla 6 saat 38 dəqiqə ekran qarşısında vaxt keçirirlər. Yenə bu da doğru fikirdir. Mətndə birəbir verilir. Deyir, insanlar gündə orta hesabla 6 saat 38 dəqiqə ekran qarşısında vaxt keçirir. Birəbir mətndə yazılmış cümlədir. Yaponiyada 15 yaşlı məktəblilərin yalnız 31%-i həftədə 30 saatdan artıq ekran qarşısında vaxt keçirir. Bu da doğru fikirdir. Çünki Yaponiya haqqında burada məlumat verir. Deyir ki, burada Yaponiyada məktəblilərin yalnız 31%-i həftədə 30 saatdan artıq ekran qarşısında vaxt keçirir. Yəni mətndə birəbir həmin cümlə yazılıb. Mətnə əsasən şagirdlərin ekran qarşısında vaxt keçirməsinin əsas səbəbi dərsliklərdən istifadədir. Səhvdir. Dərslik yox, onlayn təhsil, sosial media əsas səbəblərdir. 13. Dünyada orta hesabla insanlar gündə neçə saat ekran qarşısında olur? Bayaq da göstərdiyi onu 6 saat 38 dəqiqə cavab C variantı. Mətnə görə hansı ölkələrdə 15 yaşlı məktəblilərin 70%-dən çoxu həftədə 30 saatdan artıq ekran qarşısında qalır? Yaponiya olan hissədə onun davamında deyir ki, bu göstərici Fransa, Böyük Britaniya və Kanada kimi ölkələrdə 70%-dən çoxdur. Yəni 70%-dən çox 30 saatdan artıq vaxt keçirir. Harda? Fransa, Böyük Britaniya və Kanada kimi ölkələrdə. Deməli, doğru cavabımız Fransa, Böyük Britaniya və Kanada. Cavab B variantı olacaq. 15. Mətnə əsasən orta hesabla ekran vaxtının artması hansı faktla əlaqədardır? Əhalinin qocalması ilə səhvdir. Ənənəvi məktəblərin bağlanması səhvdir. İqtisadi böhran ilə səhvdir. Rəqəmsal cihazların həyatın ayrılmaz hissəsinə çevrilməsi ilə doğru fikirdir. Cavab oldu D variantı. Davam edirik növbəti mətnimizdən. Albatroslar mətnidir. Mətni özünüz oxuyun. 16-cı sual. Mətnin məzmununa uyğun olaraq cümləni tamamlayın. Albatroslar həyatlarının 92%-ni nöqtə-nöqtə keçirir. Açıq dənizlərdə, çay hövzlərində, okeanlarda, göllərdə. Bu fikir mətndə birəbir qeyd olunur. Deyir ki, albatroslar həyatlarının 92%-ni açıq dənizlərdə keçirir. Doğru cavabımız açıq dənizlər A variantı olacaq. Mətndə hansı sualın cavabı yoxdur? Albatroslar dəniz suyundan duzu necə xaric edirlər? Bu sualın cavabı var. Albatrosların bədənlərində xüsusi vəzlər də mövcuddur ki, dəniz suyunda olan artıq duzu xaric etməyə imkan verir. Yəni, xüsusi vəzlər sayəsində. Albatrosların əsas qidası nədir? Balıqlardır. Bu sualın da cavabı var. Albatrosların neçə növü var? Mətndə bu haqda əvvəllərdə qeyd olunur. Ümumilikdə 21 müxtəlif növü ilə tanınırlar. Deməli, 21 növü var. Albatrosların bədən quruluşu necədir? Bədən quruluşları haqqında heç bir məlumat yoxdur. Cavab oldu D variantı.
18. Mətnin məzmunu ilə ziddiyyət təşkil edən fikir hansıdır? Albatroslar okean üzərindəki yüksələn hava axınlarından istifadə edərək enerjilərini qoruyur. Bu doğru fikirdir. Albatroslar uzun məsafələri çox böyük enerji itkisi ilə qət edirlər. Bu yanlışdır. Çox böyük məsafələrdə onlar demək olar ki, əzələdən istifadə etmirlər. Ona görə də böyük enerji itkisi burada səhv fikirdir. Albatroslar quruya yalnız çoxalmaq üçün və ya güclü fırtınalar zamanı enirlər. Doğrudur. Albatroslar əsasən Cənubi okeanda və Sakit okeanın şimalında geniş yayılıblar. Doğru fikirdir. Burada səhv oldu. B variantı. Davam edirik 19-dan. Albatrosların həyatını ən çox təhlükəyə atan nədir? Okean cərəyanları, balıqçılıq və turizm, dəniz yırtıcıları, hava şəraiti. Təbii ki, balıqçılıq və turizm onların nəslinin kəsilmək üzrə qoyur. Çünki balıqçı torları onların ən çox ölümünə səbəb olan vasitələrdən biridir. 20. Mətn haqqında deyilən fikirlərdən hansı səhvdir? Qanad sümüklərində xüsusi kilit sistemi mövcuddur. Doğrudur. Hansı ki, bu kilit sistemi ilə heç bir yerə qonmadan okean üzərində günlərlə, aylarla uça bilirlər. Albatroslar balıq torlarına ilişərək həlak olur. Doğrudur. Bədənlərinin uzunluğu 2,5 metrdən çoxdur. Bu yanlış fikirdir. Çünki mətndə bu haqda məlumatda deyir ki, onların qanadları 2,5-3,5 metr uzunluğuna çatır. Bədənləri yox, qanadları. Ona görə bu fikir yanlışdır. Albatroslar küləkdən istifadə edərək ziqzaqvari hərəkətlər edir. Bu doğrudur. Səhv oldu C variantında. 21. Albatrosların yerə nadir hallarda enməsinin səbəbi nədir? Enerji qorumaq, ov tapmaq, sürətli uçmaqdan yorulmaq, güclü fırtınadan qorunmaq. Bəli, cavab D variantıdır. İki səbəb verilib mətndə. Biri güclü fırtınadan qorunmaqdır, digəri də çoxalmaq. Ona görə doğru cavab D variantıdır. 22. Hansı yarımbaşlıq 3-cü abzasın məzmununu əks etdirir? Gəlin 3-cü abzasa bir daha baxaq. 3-cü abzas baxın bu hissədir. Albatrosların uçuş qabiliyyəti heyrətamizdir. Uçuş qabiliyyətindən danışır. Deməli, albatrosların qidalanması, albatrosların uçma qabiliyyəti. Bəli, albatrosların nəsli kəsilməsi, albatrosların yaşadığı yerlər, təbii ki, uçuş qabiliyyəti, uçma qabiliyyəti cavab B variantı olacaq. 23. Albatrosların uzun məsafələrə uçuşlarını nə asanlaşdırır? Yediyi qidalar, qanad strukturu, hər gün yeri enmək, çox enerji sərf etmək. Əlbəttə ki, qanad strukturu doğru cavabımız olacaq. B variantı. 24. Albatrosların bədənlərində hansı uyğunlaşma onları dəniz suyunda yaşamağa kömək edir? Dəniz suyunda deyirsə, burada içməli sudan söhbət gedir. Suya davamlı tüklər, güclü əzələ sistemi, havanı suya çevirən orqan, duzları xaric edən xüsusi vəzlər. Bəli, onlar uzun müddət dəniz suyu üzərində uçduqlarına görə su içməlidirlər də. Deməli, dəniz suyunu içir və xüsusi vəzlər sayəsində həmin duzlar, dəniz suyunun tərkibindəki duzlar ifraz olunur və sanki orada tərtəmiz, duzsuz su içmiş olurlar. 25. Albatroslar enerjilərini necə qoruyurlar? Günəş enerjisini udaraq, səhvdir. Balıq ehtiyatlarını donduraraq, səhvdir. Hava axınlarından istifadə edərək, bu doğrudur. Qanadlarını davamlı çalaraq, səhvdir. Bəli, hava axınları sayəsində albatroslar enerjilərini uzun müddət qoruyub saxlaya bilirlər. Deməli, bu izahımız yekun monitoring 4-ün izahı idi, dəyərli izləyicilər. Bu izahımızdan da bu qədər. Kanala abunə olaraq paylaşılan ödənişsiz videolarımızdan faydalana bilərsiniz. Videolarımızı bəyənib, rəy bildirməyi də unutmayın. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.